Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bəli, bu günləri bazar günüdür. Şükürlər olsun Allaha ki, həftənin sonuna gəldik, çatdıq və bugün həftənin sonudur. Və arzu edirəm Allahdan ki, sabah həftənin bazar ertəsidir və bazar ertəsinin xoş günlərlə, xoş xəbərlərlə inşallah qarşılayasınız və həftəniz uğurlu, xeyirli, ruzulu, bərəkətli olsun. Mənim dəyərli izləyicilərim, onu da diqqətinizə çatdırıram ki, siz etiraf verilişinə Rut Fruit çiyələk fabrikinin baş sponsorluğu ilə baxırsınız. Bəli, bugün də bizim çox dəyərli, hörmətli, sənətkar bir qonağımız var. Mən onu deyərdim ki, xalqın sənətkarı, xalqın sevimlisi. Amma onu da deyim ki, əzizlərim, artıq siz hamını məndən yaxşı tanıyırsınız. Çünki anonslar gedirdi Sahib İbrahimovun, dəyərli sənətkarımızın anonsu gedəndə. Hamı mənə mesaj yazırdı, Instagramma, TikTokma, telefonuma yazırdılar ki, Sahib müəllimdən filan mahnıdır, Sahib müəllimdən filan mahnıdır. Bu günləri Sahib İbrahimovun oxuduğu mahnılar məhz siz tamaşaçıların xahişi iləndir. Onu da yaddan çıxartmayın. Və bir də Azərbaycanın bütün bölgələrində olan, sənəti olan və efirlərə çıxa bilməyən, artıq necə deyim, efirlərə əli çatmayan, efirlərə buraxılmayan, amma istedadı olub üzə çıxa bilməyən izləyicilərimə buradan deyirəm ki, artıq istedadları axtarıram və buradan nömrəni görürsünüz, buradan nömrə yazılıb. 055 294 00 56 nömrəli WhatsApp nömrəsi ilə əlaqə saxlayın. Amma xahiş edirəm, səhər tezdən zəng vurmayın. WhatsApp-la yazın, səsinizi göndərin, baxaq, bəyənək və inşallah efirə dəvət eləyəcəm ki, yeniliklər olsun, yeni istedadlar axtarırıq. Odur ki, bizi buraxmayın və biz də sizi buraxmayacaq inşallah. Beləliklə, mən sözü verirəm, xalqımızın dəyərli sənətkarı Sahib İbrahimov gəlsin öz mahnısı ilə. İlk öncə mən təbrik edirəm bu baxımlı, sevimli verilişinizin yenidən vüsət almasına görə bir daha sizi təbrik edirəm. Nə yaxşı ki, bugün çox sevilən bir kanalda MTV-də sizin bu gözəl verilişiniz yayımlanır. Mən sizi salamlayıram, bu veriliş münasibətilə təbrik edirəm və bizi seyr edən çox hörmətli tamaşaçılarımızı səmimi qəlbdən salamlayıram. Axşamımız xeyirli olsun inşallah. Mən əminəm ki, bugün çox hörmətli ziyalımız, çox hörmətli alimimiz, aparıcımız İlham müəllim Mirzəyevin bu etiraf verilişində, onsuz da mən etirafı sevən bir insanam, etirafa aşıq bir adamam, qərəzsiz tənqidə də açıq bir insanam. Çünki daha doğrusu qərəzsiz tənqiddə inkişaf var, İlham müəllim. Qərəzli tənqidi demirəm. Qərəzli olanda biz bilirik ki, əlbəttə bilirik ki, bu qərəzlidir. O da həmən bilinir ki, bu qərəzlidir. Amma qərəzsiz tənqiddə inkişaf var. Mən tənqidə açıq bir insanam. Mən onu bilirəm. Bəli, bəli. Mən əminəm ki, bugün sizin bütün suallarınıza bacardığım qədər və həqiqəti söyləyəcəm inşallah. Mən ona özüm kimi arxayınam. Çünki siz illərin sənətkarısınız və xalqın sənətkarısınız. Təşəkkür edirəm. Bizim dəvətimizi qəbul edib gəldiyinizə görə minnətdarıq. Çox sağ olun. Sahib müəllim, necəsiniz? Əlhəmdülillah, çox şükürlər olsun. Əgər biz olanlarımıza şükür etməyi bacarırıqsa demək, hər şey qaydasındadır. Çox şükürlər olsun. Şükür. Çox şükürlər. Sahib İbrahimov, gəlin belə başlayaq. Sahib müəllim kimdir? Qısaca bir arayış verək və sənətə gəlməyin, harada doğulub, harada boya başa çatıb və necə sənətə gəlib? Qısa, konkret, inşallah. İbrahimov Sahib Yusifoğlu, Qazax rayonunun Daşsalal kəndində, müəllim ailəsində ziyalı bir ailədə doğulmuşam, 1970-ci ildə. Orada kəndimizdə 2 nömrəli, indiki mənim sinif yoldaşım, qəhrəman şəhidimiz Şahin Cəbiyevin adını daşıyan məktəbə 1-ci sinifə getmişəm. 87-ci də bitirmişəm. Sonra hərbi xidmətə yollanmışam Sovetlər dönəmində. Qayıtmışam 90-cı ildə, 91-ci ildə Asəf Zeynalov Musiqi Texnikumuna. Böyük Ustadı Əzəm Hacı Hüseynovun tələbəsi olmuşam, sinifinə daxil olmuşam. 92-ci ildə
Hacıvan müəllimin səhhətində yaranan o xoşa gəlməməzlik onu artıq davamiyyətli məktəbə gəlməyə Asaf Zeynallah Musiqi Texnikumundan indiki kollecdən söhbət gedir. Biraz səhhətində problem yarandı. Bizim ilk pedaqoji fəaliyyətə başladı bizim böyük ustadımız Respublikamızın xalq artisti Can Ali Əkbərov. Allah rəhmət eləsin. Belə. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmuşam, tələbəsi olmuşam və məzunu olmuşam. 96-cı ildə Rəşid Behbudov Teatrının, dahi Rəşid Behbudov Teatrının solisti olmuşam. 97-ci ildə Kamil Vəzirova, Allah bizim ustadımıza rəhmət eləsin, mənim ustadım olub. İlk peşəkar səhnəyə məni Kamil Vəzirov çıxardıbdır. 97-ci ildə Azərbaycan Dövlət Muğam Teatrından görkəmli rejissorumuz, məkanı cənnət olsun, Narif Qaziyevdən təklif aldım. Bəli, 97-ci ildə həm də Muğam Teatrının solisti oldum. Belə 2006-cı ildən pedaqoji fəaliyyətdəyəm. Bülbül adına Oxta İxtisas Musiqi Məktəbində. Sonra nə edeyim, ailəliyəm, 2 evladımız var, 3 nəvəmiz var. Allah olmayana qismət eləsin, hələlik 3 nəvəmiz var. Həyat yoldaşım elm adamıdır, yəni elm akademiyasında çalışır, bəli. Bax belə. Ziyalı adam, ziyalı ailəsində doğulan elə elm adamı. Lakanik. Bəli, lakanik, konkret hər şeyə əhatə elədir. İndi gəlirik, bilirsiniz, etirafdır da bu. Bəli. Sahib İbrahimov. Bayaq çox gözəl mahnı oxudunuz. Məkanı cənnət olsun. Məhəbbət Kazımovun repertuarından Ramiz Milşir, Razim Paşayevin sözləri Məmməd Araz, Məmməd Aslanın. Bir də ala gözlərində Məmməd Bağır mənim məkanı cənnət olsun. Məhəbbət müəllimin. Amin. Deməli, mahnı da, ifa da gözəldir, sözlər də gözəldir, musiqi də gözəldir. Amma sözlərində də məna var ki, bu sevgidə kim uddu, kim uduzdu. Sahib müəllim sevgisində uduzub, yoxsa udub? Seçimimdə uduzmamışam. Aha, seçiminizə uduzmamışsınız. Çox gözəl. Deyirəm də, Ziyalı ilə oturub üzbəyiz olanda doğrudan da elə bir cavab verir ki, yəni kökündən balta verir ki, yəni çox irəli getmə. Seçmişəm, əcəb eləmişəm, düz də seçmişəm. Bax, budur. Seçimimdə yanılmamışam. Bəli. Sahib müəllim, sevib ailə qurmuşsunuz, yoxsa... Xeyr, sevib ailə qurmamışam. Bəs necə oldu? Belə oldu ki, mənim həyat yoldaşım bir kənddəniyik. Demək olar ki, elə yaxın qonşuyuq. Qismət oldu, yəni görüşdük, istinad elədilər. Mənim, o vaxt mən evin son 5-yiyəm. Evdə 4 uşaq olmuşuq İlham müəllim. Mən evin son 5-yi olmuşam. Mənim böyük qardaşım Qərib müəllimin 70 yaşı var. Mən evin son 5-yi, 3 qardaş bir bacı olmuşuq. Mənim atam-anam yaşlandığına görə, mən haradasa 21-22 yaşım vardı, artıq məni evləndirmək qərarına gəldilər ki, 21-22 yaşı çox tez deyil. 22 yaşım vardı, artıq 22 yaşa qədəm qoymuşdum. Çünki atam-anam yaşlanmışdı ki, mənim toyumu eləsinlər, görsün. Axı, evin son 5-isiniz? Bəli, bəli. Onda neçə uşaq olmuşsunuz ailədə? 3 qardaş, bir bacı olmuş. Allah saxlasın. Bir qardaşımızı 40 yaşında, 41 yaşında itirmişik. Allah rəhmət eləsin. Rəhmət eləsin. Bizim elə başda tarix yazan cənnət məkan şəhidlərimiz olmaqla bütün dünyasını dəyişmişlərimizə Allah rəhmət eləsin. Amin. Belə bu minvalla günlərin bir günü kənd yeridir də. İndi qız arama, axtarma məqamı gələndə mənim daim qızı var, Nigar müəllimə. O istinad elədi ki, filan kəsin də bir qızı var. Bu minvalla tanış olduq, ailə quruq 92-ci ildə. Bu günə kimi bütün ailələr kimi normal ailəmiz var. Şükür. Bəzən söz-söhbət də təbii ki, olur, olacaqdır, sözsüz, söhbətsiz ailə yoxdur. Nənəm rəhmətli demiş ki, deyir, gör əzabsız, ev sözsüz, söhbətsiz olmur. Tamamilə, Allah rəhmət eləsin, tamamilə doğrudur. Rəhmət eləsin. Yəni, anlaşa bilirik. Anlaşa bilirik. Sahib müəllim, o doğrudurmu ki, məsəl üçün, çox düzgün fikir dediniz ki, yəni insanlar var ki, məsəl üçün, illərlə bir-birini sevir, amma xoşbəxt ola bilmir. Amma insan var ki, sevmədən ailə qurur və hörmət yaranır. Tamamilə doğru. Hörmətdən sevgi yaranır. Tamamilə, mənlə sizlə sevimli İlham müəllim şərikəm ki, insanın bir-birinə hörməti olmalıdır. Bəli. Hörmətdən doğan sevgi əbədi olur. Bəli. Yəni,
dəlicəsinə sevib, sonradan ayrılanları da çox görmüşük. Çox. Yəni, belə hallar olur. O sevgi biraz ailə tamam başqadır. Tamam. Ailə tamam başqadır. Dünya, ailə qurursan, orada qayğı, nəvaziş, dolanışıq, evlatlar dünyaya gəlir, nə bilim, nələr, çox problemlər meydana gəldiyi üçün o sevgi bəzən tükənir, yoxa çıxır. Amma oradakı hörmət var, orada xətir hörmət var. Hörmətdən doğan sevgi mən bildiyim qədər budur ki, əbədi olur. Təbii ki, söz-söhbətsiz ailə olmayıb, ola da bilməz. Kim desə ki, mən göydən enmiş mələyəm, süddən çıxmış arqaşam, hamısı yalandır. Bax, mən həmişə deyirəm qüsurlarımla, səhiflərimlə, günahlarımla əgər varsa, mən bir Allah quluyam. Amma mən bilərəkdən kiməsə heç vaxt, heç zaman pislik etməmişəm, nə də etmərəm. Bu mənim xislətimdə yoxdur, bu mənim tərbiyəmdə, genimdə, genetikamda yoxdur. Ay Sahib müəllim, sizin o içdiyiniz o bulağın suyu, aldığınız o dağların havası, mərd bir məkanda doğulmuşsunuz. Oradan pis adamlar çıxmır. İndi siz dediniz ki, mən etirafa açıq adamım. Mən də siz özünüz də həm də pedaqoqsuz. Sizin həm də müəllim oğlu olmuşam. Bəli, müəllim oğlusunuz. Müəllimliyin ucalığını, əzəmətliyini, böyüklüyünü, qüdrətini bilirəm. Tamamilə doğrudur. Mən də istəyirəm ki, sizə baxan tələbələriniz də, sizə baxan izləyiciniz də, hamı, məsəl üçün bilir, Sahib İbrahimov, bəli, xalqın sənətkarı, gözəl səsli, gözəl muğam, ondan sonra mahnılar, belə oturuşu ilə, duruşu ilə həmişə örnəksiz. Amma bu özü də bir etirafdır ki, Sahib müəllimdən bu sözləri eşitmək daha yaxşı olur. Çünki niyə görə ki, vaxtı ilə Allah can sağlıq versin, Arif Babayevə verdiyim suallar, Allah rəhmət eləsin, Canəli Əkbərova verdiyim suallar, Ağaxan Abdullayevə verdiyim suallar, hamısı, indi sizə verirəm o sualı. Yəni, estafet artıq bizim üzərimizdədir. O ustadların tələbələrinə. Bəli, inşallah Allah mənə ömür versin, hamımız ömür versin, sizin tələbələrdən çıxardım bura. Bu, əslində, İlham müəllim, bu etiraf verilişi çox gözəl bir verilişdir. Yadınıza gəlirsə, mən bir də sizə dedim ki, İlham müəllim, mən elə istəyərdim ki, yenidən bu etiraf verilişini siz ərsiyə gətirəsiniz. Yeganə insansız ki, siz mənə dediniz. İstərdim ki, mən o da ürəyimdən keçdi. Yəqin ki, sevimli, gözəl Allahımız da mənim bu dualarımı eşitdi. Yəni, şükür ki, bu gözəl MTV kanalında yayımlanırsınız. Baxımlıdır, çox. Allah razı olsun. Müəllimlik sənəti bütün peşələrin ən alisi, ən ülvüsüdür. Biz həyatda tutduğumuz mövqeyə görə öz ustadlarımıza, müəllimlərimizə borçluyuq. Amma müəllimlik o qədər ülvi bir peşə, o qədər təmiz bir peşədir ki, mən həmişə deyirəm ki, biraz üzr istəyirəm, mən çıxmasın ki, mən gülümsarı, şən gülümsarı, biraz pafoslu olmasın. Bu veriliş sizə aiddir, özünüzdən danışmalısınız. Bəli, bugün bizim, mənim, tutaq ki, bir 18-19 il bundan öncə dərs dediyim tələbələr artıq mənlə bugün səhnə paylaşırlar. Mənlə konsertlərə çıxırlar, mənlə məclislərdə olurlar. Mən ona görə onların yanında alnım açıq, üzüm ağır. Çünki mən onlara bildiyim, bacardığım qədər nəyim varsa təmənnasız onlara etmişəm. Ona görə mənim hara getsəm, mənim tələbələrim, ümumiyyətlə Bülbül Adda Musiqi Məktəbinin tələbələri, kimlər xanəndəyi sinifini bitiribsə, hamısı sağ olsunlar, mənə böyük hörmətdə, etiramda bulunurlar. Yəni o, mən çalışmışam ki, bəzən gənclər deyir ki, yaşlı nəsil belə, yaşlı insanlar gənclərə hörmət eləmədilər ki, gənclər də o hörməti onlara etsinlər. Böyük kimi öz yerində bərqərar olmalıdır. Kiçik də öz kiçilik. Çünki indi vəfalı, vəfasız tələbələr də olub təbii ki. Yəni belə insanlar kimi elə də olub, belə də olur, olub da, olacaq da, bu belədir. Həyat bu cür davam edir. Bəli. Sayın müəllim, bax dediniz, həyat yoldaşınız müəllimədir. Xeyr, müəllimə deyil. Elm adamıdır. Elm adamıdır, başa düşdüm. Elm adamıdır. İndi siz də məclislərə gedirsiniz, toylara gedirsiniz, sənətdə olursunuz. Yəni siz üzdə olan adamsınız da. Siz Allah tam etiraf edin. Heç sizi qısqanan vaxtlar olur. Elə bildim ki, sual o qısqancılığın üstünə gələcəkdir. Qısqanmayan xanım mənə elə gəlir ki, sıfırın altında olar mənə elə gəlir ki. Yəni, qısqancılıq var, əlbəttə var. Var. O qısqancılıq bugün də var. Həmişə var, həmişə də olacaq, ta qəbr evinəcək.
Varam da belə də düzgün insanlar. Adam var deyir, yox, mən hara getdim, Yo, heç yo. vaxt qısqanmır. Yalan Onda deməli, qısqanmırsa o ailə deyil. Vallah düz deyirəm. İndi açığı deyim. Tamamilə. Vallah, bu olmalıdır. O, bütün bəşər evladının tərifə əşədi ehtiyacı olduğu kimi, Bəli. o qısqançlıq həmişə var. Mən elə gəlir Hər ki- kəsin, hamının bir xoş sözə Ehtiyacı ehtiyacı var. var. Hamımızın xoş sözə ehtiyacı var. Bəli. Hamının o xoş sözə ehtiyacı var. Sahib müəllim, Evet. bala şirindir, yoxsa nəvə? Bizə təbii ki, indi bu saat bizdən yaşda böyüklər də baxır. Artıq mən o yaş dönəmdəyəm ki, mən ailədən də danışa bilərəm. Bəli, əlbəttə ki. Evlatlardan da danışa Bəli. bilərəm, nəvələrdən də danışa bilərəm. Yenə də biz öz mental dəyərlərimizə söykənib, mən böyüklərimizdən, ağsaqqal abişəklərimizdən üzr diləyərək, mən onları ayıra bilmirəm. Hamısı can parçasıdır. Evlad da can parçası. Əgər evlad olmasaydı, nəvə olmazdı. Bəli. Bəli. Nəvə də, amma mən bir söz demişəm ki, evladlar yox, ən sərt ataları, dəmirdən, betondan, daşdan möhkəm olan ataları, nəvələr dünya gələndə onları plastirin eləyir. Nəvə. Ay. O plastirindən hər hansı bir heyvan cildinə sala bilir. Bəli, bəli, Babanı. bəli. O sərt ataların nəvələr qarşısında mum kimi əridiyini və plastirinə dönüb nəvələr onları plastirin eləməyi bacarırlar. Bax, nəvələr odur. Yəni nəvələr plastirindən o babanı Nə istəsə düzəldə bilir. Bütün nə istəsə ürəyində o adlarını demirəm. Nə istəsə düzəldə bilir. Ən sərt, keçilməz, qaya xarakterli, dağ xarakterli ataları ki, onlar evlad, o gələndə evlad dik ayağa bəli. Onlar nəvə qarşısında mum əriyib şam olub plastirin olurlar. Bax, nəvə budur. Bu deməkdir nəvə. Onda belə çıxır ki, nəvə başınıza gəlsin. Bəli, amin, amin. Olmayanların başına gəlsin. Amin. Subaylarınız qalıb, subaylarınız da qalıb. Xeyr, subay qalmayıb. Heç bir İki evladımız var. Bir oğlumuz, bir qızımız var. Qızım İngilis dili müəlliməsidir. Oğlumuz kompüter elmləridir. Maşallah. Belə işləyirlər. Şükür. Hərəsində də iki nəvəniz var da. Oğlumuzdan bir oğlumuz var inşallah. Qızımızın bir qızı, bir Ayan, Fatih, bir də Onur. Allah saxlasın. Hələlik 3 nəvəmiz var. Allah saxlasın. Ayan qızımız 3-cü sinifə gedir. Fatihlə Onurun, Fatih 6 yaşa keçib, Onur 5 yaşında. Maşallah, Allah saxlasın. Bax, sana tez evlənməyin xeyri var. Vallah var. Mən deyirəm ki, mən uşaqlarla evləndik, gənc oldum, uşaqlarla bir yerdə böyüdüm. Bəli, bəli, doğrudan da elədi. Doğrudan da elədi. O deyir, həmişə deyirlər ki, tez evlənənlə ev tikən heç vaxt uduzmur. Uduzmur. Doğrudan da elədi. Çünki özü bir adam var ki, yaşı keçir, artıq yaşlaşır və ondan sonra da gözləyir ki, nə vaxt oğlu böyüyəcək, balası böyüyəcək və nə vaxt... Burada bizi seyr edirlər. Əlbəttə, burada açıqdır. Bəli, açıq. Bəs siz onda yazıları oxumursunuz axı? Mən oxuyacam da. Aydındır, başa İndi oxuyacam. Bizi seyr edirlər. Seyr edirlər bizi. Bir daha bütün bizi seyr edən tamaşaçılarımızı salamlayırıq. Axşamları xeyirli olsun. Amin, amin. Yəqin ki, bizi... Mənə onsuz da mən dünənləri səhərə kimi canlıdaydım və bilirdilər ki, sizsiz. Sizin mahnıları mənə bircə deyiblər. Çox sağ olun. Bugün seçimi siz etmişsiniz. Bəli, seçimi doğrudan da ilk dəfədir ki, hələ mən bilmirəm nə oxuyacam. Seçimi siz... Çox sevilən bəstəkarımız, məkanı cənnət olsun, Bəhram Nəsibovundur. Allah rəhmət eləsin. Sözləri Dədə Şəmşirin. Dədə Şəmşir. Sahib müəllim, ümumiyyətlə, Sahib müəllim üçün həyat nədir? Çünki həyatı hərə bir cür, necə deyim sizə, elə bir düsturdur, Amma hərə bir cür onun açıqlamasını verir də o düsturda. Hərənin öz psixolojisi deyim də. Fikriniz aydındır. Yəni, hərə özü bir rakusdan yanaşır. Aydındır fikriniz. Həyat mənim üçün mübarizədir, mücadilədir. Ağdır və qara fondur. Bax, həyat mənim üçün odur.
Yaxşı, Sahib müəllim əgər haqsız bir duruma düşəndə, onun silahı nə olur? Haqsız durumlara çox maraqlıdır ki, haqsız durumlara mən çox düşmüşəm. Aha, Çox haqsız durumlara düşdüyüm anlar olub. aha. O bir Həzrət Mövlanın sözü var, deyir, dedin inandım, and düşdün, şübhəli qaldım. Amma mən o haqsızlığa uğradıqca Allahın ətəyindən yapışdım. Ən dar, çətin günlərimdə, oldu ki, bu etiraf verilişdir da. Yəni, burada zaten mən açıq sözlü bir insanım, məni o cür tanıyırlar. Açıq sözlü insanam. Həzrət Mövlana buyurur ki, insan doğrunu danışmalıdır. Amma elə doğru da var, onu danışmaq da olmaz. Bəli. Olub ki, ehtiyacım olan zamanlar olub. Mənim o nədən ibarət idi? Mən Rəşid Beptov teatrının solisti idim, Muğam teatrının solisti idim. O vaxtları bir Azərbaycan Dövlət televiziyası vardı. Bəli. O da bir neçə aydan bir belə, yəni o reklam üçün əmələ gəlmirdi. Bəli. Müəyyən özəl televiziyalar var ki, oraya məsələn çıxmaq istəyirdim. Amma bir türlü çıxa bilmirdim. Aha. O obyektiv səbəblərdən çıxa bilmirdim. Yəni mənim o oxumağım, çalışdığım yerlər məsələn, hamımız da bunu bilirik. Obyektiv səbəblərdən mən oraya çıxa bilmirdim. Bir dəfə bir ehtiyacım oldu. Ki mən bəlkə bu işi eləyim, mənə kömək eləsinlər. Bir, necə deyərlər, fikrimi necə izah eləyim? İzah edeyim. Ehtiyac duydum. Elə zənn edin ki, kiməsə əl açmaq istədim, o əl geri qayıtdı. Aha. O əl geri qayıdandan sonra gördüm, yox, bu mümkün deyil. Və mənim onda var idi 27, 28, 29, bax bu 30 civarında. Bəli. Və çox sadə bir evdə yaşayırdı uşaqlarla, yəni kvartant olduq belə. Kirayədə belə. Və mən dizimi qoydum yerə, əlimi açdım Allaha ki, Allah məni bəndələrinə möhtac eləmə. Nə edəcəksənsə, özün, bu minvanla mənim o gözəl Rəbbim, kərim olan, rəhim olan o gözəl Rəbbim, bizə, mənə və sizə, başqalarına bu istedadı bəxş edən, əta edən o Rəbbim məni bu minvanla haradasa bir 15 ildən artıq məni sınağa çəkdi. Mən asi çıxmadım Allaha, İlham müəllim. Bir Allah özü şahidim olsun. Bəndə nə kar edir ki, ona izahat verəsən. Hər şeyi görən bilən Allahdır. Bir dəfə bir canlı yayımın birində dedim ki, mən, bax buradan da etiraf edirəm yenə, bax milyonların qarşısında, kameralar məni götürün, çəkin məni. Əgər mən kiməsə bilərəkdən və yaxud bilmərəkdən pislik etmişəmsə, həmin o pisliyin bəlasını Allah mənim onu aləmə, balalarıma, evlatlarıma qismət eləsin. Yox, sözümün mənim məğzi var. Bilərəkdən, yenə təkrar edirəm, bilərəkdən kiməsə çörəyinə dəymişəmsə, bayislıq eləmişəmsə, arxasınca iş çevirmişəmsə, o bəlanı Allah mənə qismət eləsin və aləmə, evlatlarıma qismət eləsin. Yəni, bunu mən açıq etiraf edirəm. Bu minimalla məni Allah Subhanahu taala sınağa çəkdi, 15 ildən artıq. O həddə çatdım ki, mən 45-46 yaşımdan sonra mənə bütün efirlərin qapısı açıldı. Təmənnasız. Bax, belə hallarım da olub mənim. Qurban olmalı. Bu etiraf verilişidir, bu da hər şey etiraf. Biz birdən göydən edib, mən belə Sahib İbrahimov olmamışam. Yəni, mənim əzab çəkdiyim, o da hamısı axırı maddiyyata bağlı idi. Təbii. Təbii ki, maddiyyata bağlı idi və bir çalışdım ki, bir yana çıxmaq üçün mənim bir kömək eləsinlər. Dəstək olsunlar. Dəstək olmadılar. Olmadılar. Allah da dedi ki, sahib tələsmə, mən sənə dəstək olacam. İnşallah. Ona görə də Allah, sizə bir söz deyim, sahib mənim. Allaha əziz olan insanlar kimdir?
124 min peyğəmbərdir, 12 imamdır. Və onların bircə Allah hər birin sınağa çəkib, imtihana çəkib. Həzrəti Yusuf özü neçə il quyuda qalıb, neçə il zindanda qalıb və istədilər onu xar eləsinlər, Allah onu qaldırdı, Misirin hökmüdarı elədi. Yəni biz bəndələr bir dənə barmağımıza tikən batan ki, bu işimiz alınmayan kimi Allaha asi çıxmayaraq, deyir, şükür sənin məsləhət və ya Rəbbim, ya Rəsulallah, əgər məsləhət görərsənsə, Allah yıxdığın heç kim qaldıra bilməz. Allah qaldırdığın heç kim yıxa bilməz. Mən elə bir yaşda bu tanınmaq, sevilmə həddinə çatdım ki, o yaşda artıq sənətdən gedirlər. Bunu mənə... Yenə də gec deyildi. Təbii ki, bunu Allah Subhanahu taala mənə... O gördü ki, mən ona asi çıxmadım. Baxdım ki, onun bəndələri... Bilirsiniz, İlham müəllim, istedadlı insanlara dayaq olmurlar. Bilirəm onu. Yəni, bu açıq demək lazımdır. Heç kim gəlib, İlham müəllimə və başqa bir adama, televiziya rəhbərinə deməz ki, özündən yaxşı sənətçi heç vaxt o təqdim eləməz. Bilirəm onu. Ona böyük ürək lazımdır. Bilirəm onu. Nə bilim, var, gərək elə bir ali dərəcəli insan olasan ki, gəlib onun xahişini elə biləsən ki, amma o xahişi mən heç kimdən görə bilmədim. Bir nəfərdən başqa. Onu bir dənə Teymur Əmrah mənim üçün o vaxtları o kanalın birinə dedi ki, məsələn, bu dedi, gözəl sənətkardır. Ondan sonra mənim qapılarım açıldı. Bax, mən qəbr evinəcən Teymur Əmraha mən borçluyam. Teymur Əmrah gəlin açıq etiraf eləyir, çox gənclərə əl tutub və onların qabağa getməsinə dəstək olub. Mən də sizə bir söz deyirəm. Bax, burada eşidirlər hamı. Mən 31 ildir artıq, 31 ildir, bax, MTV kanalında iş çalışmağımda 31 ildir bu sənətdiyəm, aparıcılıq. Neçə illərdir? Sayın mənim. And olsun Allahımın birənbirliyinə. Ta Azərbaycan Dövlət Televiziyasından, o birisi o özəl kanalda 20 il orada işlədim və bugün də buradayam. Artıq rəhbərliyi bezib mənim əlimdən. Niyə görə? Çünki bir gəncdir. Onun, bilirsiniz də, özəl kanallar hamısı maddi durumda. Çünki özəlləşirlər. Amma MTV kanalda mən burada neçə aylar çalışmışam. Çox istedadlarımıza bunlar qucaq açdılar. Çox istedadlar buradan pərvaz elədilər efirlərə və Azərbaycana böyük abyomda, geniş şəkildə tanındılar. Elə bugün də onu mən davam elətdirirəm. İnşallah indi reklamlara ayrılıq. Reklamlardan sonra söhbətimizi davam edəcək. Əziz tamaşaçılarımız, MTV kanalına baxın, maraqlı söhbətimiz olacaq. Sahibərim, reklamlarımız bitdi. Mən buradan yenə də tamaşaçılarımıza deyirəm ki, istedadı olanlar, bax, bayaq sahibərim də dedi, görürsünüz, belə istedadı olanlara vaxtı ilə əl tutmayıblar, vaxtı ilə efirlərə çıxartmayıblar, heç efirlərə yaxın da buraxmayıblar. Amma şükür Allaha bu günləri xalqımızın ən dəyərli sənətkarlarından biridir. Amma İlham müəllim, sözünüzə qüvvət, zaten sözünüz qüvvətlidir. Mən bir şeyi açıq etiraf eləmək istəyirəm ki, bəlkə də belə olduğu yaxşıdır. Bəli. Mən bəlkə də bir insan kimi cilalanmağımda mənim əzab əziyyətimin bir müstəsna xidməti olub. İnsan kimi yox, sənətkar kimi. Elə həm insan kimi, birinci insan. Zaten insanlığınız var. Yox, bilmək olmazdı. Birdən baş gücələnməsi tapardım. Şan şöhrət insanın biraz baş gücəlməsinə düşar edir. Bəlkə də mənim belə əzab əziyyət bugün bir... Mən demirəm, yenə göydən enmiş mələk, süddən çıxmış ağaşığam. Yenə deyirəm, qüsurlarımla, səhiflərimlə bir insanam. Bəlkə də mənim bu əzab əziyyəti ki, bunu Allah Subhanahu taala mənə o əzabı əziyyəti verdi, mən ona asi çıxmadım. İllərlə mən efirə çıxa bilmədim. Bəli. Baxdım... Qarşınızı kəsdilər, bəli. Kəsdilər də deməyək. İmkan vermədilər də. Belə deyək ki, yəni ki, mənim imkansızlığım, mən qol qana daşa bilmədim. Bu fakt idi da, obyektiv bir səbəb idi da. Bəlkə də mənim insan olaraq, bir ifaçı olaraq, bəlkə də azdan çoxdan nəyim varsa yaxşı, müsbət tərəfim, bəlkə də o da mənim o əzab əziyyətlərimdən dolayı gəlibdir. Bəlkə də mən vaxtında bu müəyyən adamlar kimi efir şan şöhrət olmuş oydu, bəlkə də baş gücələməsi tapıb bir yararsız, lazımsız bir adam olardı. Mən inanmıram, çünki niyə görə ki, indi bu dəqiqə hal-hazırda siz, açığı deyirəm,
çox xalq artistləri ilə bərabərsiz. Çünki niyə görə ki, vaxtında əgər şey olsaydı, indi bu dəqiqə siz bu dəqiqədə xalq artisti düzdür, titul yoxdur yazıda belə, amma xalqın dəyərli sənətkarlısınız bu dəqiqə. Çünki mən artıq neçə ildir, indi bu kompliment deyil, olanı deyirəm mən. Dəyər verən insanlara təşəkkür edirəm, sevənlərə təşəkkür edirəm, sevməyənlərə də təşəkkür edirəm ki, o sevməyənlər də, bəlkə yenə deyirəm, mənim daha da insanlığımı artırdı. Allah sizə kömək olsun. Cümləmizi... Sayın müəllim, duet ortağı kimlərdən olmuşsunuz? Mənim 2 duet ortağım olub. 2 gözəl xanım ifaçılarımız, Azərbaycan ifaçılığı sənətində öz adını, soyadını ucaldan 2 gözəl sənətkarımız olub. İlk öncə Azərbaycan Dövlət Muğam Teatrında çalışdığım devirdə Azərbaycanımızın əməkdar artisti Almaz xanım Orucov olub. Hardasa 98... Sevirəm də Almaz xanımı da, xanımlığı ilə. 98-99-cu efir vasitəsilə salamlayırıq. Biz də salamlayırıq. Və ikinci duet ortağım, çox sevilən müğənni Bətur Hüseynov olub. Bətur Hüseynov. Aha. Yox, saxlamayın, deyin suala. Buyurun, buyurun. Yaxşı. Çünki sizdən qabaq bilirsiniz... Mənim, düz istəyirəm, mənim duet ortaqlarıma o mahnıları ki, biz ifa eləmişik, o xalq tərəfindən seviliblər, yenə də sevilirlər. Biz o gözəl əsərləri tamaşaçılarımız üçün, tarix üçün yaratmışıq. Bəli. O, mən əminəm ki, Almaz xanımla da, Bəturə xanımla da oxuduğum ifaların hamısı çox illər sonralara qalacaq. Mütləq, mütləq. Çünki hamısı bir-birindən dəyərli olub. Mənim tamaşaçılarım belə bir sual verirlər ki, Sahib müəllimdən soruşun. Mən də soruşuram. Etirafdır da, etiraf edirik. Yəni, siz bilirsiniz ki, sizdən öncə o birisi verilişimizdə Bəturə xanım qonağım idi. Mən ona heç bir sual vermədim. Çünki o bir xanım idi, mən də ona sual vermədim. Baxdın verilişinizə? Baxdınız, mən bilirəm ki, indi o da buradan baxır sizə. Salamlayıram, əgər baxırsa salamlayıram mən. Nə deyərsiniz Bəturə xanıma buradan? Xahiş edirəm. Əstəğfurullah, əmr edin, xahiş nəyəm, mən salamlayıram. Dünyanın bütün nə gözəlliklər varsa... Kimi salamlayırsınız? Bəturə Hüseynovanı, Bəturə xanımı salamlayıram. Sizin duet ortağınız? Bəli, mənim duet ortağım. Biz 5 mahnı ifa eləmişik Bəturə xanımla. Amma biri, hamısı gözəldir. Hamısı gözəldir. Amma biri bir tarixdir, bir bambaşqa dünyadır. Nüsrət Kəsəmənli Vahid Hocanın o əsəri ölməzlik, bax bu belə qəmli dayanma kimi, ölməzlik statusu qazanan bir mahnıdır. Nə olsun, biz onu bu zamanda oxumuşuq, o illərin mahnısı. Onu bizdən sonra neçə gənc nəsil, bizim tələbələrimiz, bizim gənclərimiz... Oxuyurlar indi hal-hazırda. Oxuyurlar, bəli, bəli, çox da gözəl oxuyurlar. Çünki boşluq gördülər. Ola bilər. Çünki boşluq gördülər. Ola bilər. Bəli. Həmən... Amma o dadı vermir də, o dadı vermir. Niyə hamısının öz gülü var? Amma onun ilk ifaçıları biz olmuşuq. O mahnının da gərək biz hər şeyi doğru-dürüst etiraf edirik. O mahnının o cür möhtəşəm olmasında Bəturə xanımın müstəsna bir xidməti var. Düzdür, onun orada... Mən sizin kişiliyinizə... O partiyası az oldu, olsun. Amma o, məsələn, bizim nəhəng böyük dahi aktyorlarımızdan tutaq ki, məsələn, Əhməd Haradadır, böyük Əliağa Ağayev, deyir, Kərvansara qapısı döyürsən, o bir misala çevrilir. Adi epizodik balaca bir roldur. Amma elə bütün, o hamı Əliağa Ağayevin o, bəlkə o səhnəsini gözləyir. Bəli. Bəturə xanımın orada ifası, bu mahnının 100% sevilməsində 70-80% Bəturə xanımın müstəsna xidməti var. 20% mənim üzərimdədir. Bir daha sizin kişiliyinizə vuruldum, məhdiyinizə vuruldum. Budur. Vallahi, doğrudan da. Mən inanmıram ki, bəlkə də indən sonra eləyəcəklər, amma Bəturə Hüseynov olmayacaqlar. O frazanı ki, o kantanı ki, o ifa eli, özünə məxsus orada bir qeyri-adi bir ifadır. Mən inanmıram ki, hələ 2-3 10 illik ona yaxın getmək olmayacaq. Tamaşaçılarımız belə bir sual verir ki, o mahnını Bəturə xanımı və Sahib müəllimin ifasında biz eşidəcəyikmi? Xahiş edirəm. Etirafdır bu veriliş və tarixdə qalır. Hələlik bilmirəm. Hələlik bilmirəm.
Əziz tamaşaçılar, bilmirəm sözü razılıq əlamətidir. İnşallah ki, bizim qulaqlarımız o xoş mahnını eşidəcək. Bizim ondan başqa da biz çox gözəl mahnılar oxumuşuq. Elza İbrahimovadan oxumuşuq. Sonra Əbülfət Əliyevlə Sara xanımın... Çox oxumuşsunuz. 5 mahnı oxumuşuq biz. Amma nədənsə... Nədənsə bu tutdu da. O birilər də hamısı gözəl Hamısı gözəldir. Hamısı tarixi əsərlər. Amma bu nədənsə bütün, belə zənn edək ki, bütün dərdli könüllərə bir məlhəm oldu. İlac oldu. Orada sizin yeriniz necə idi? Bir balaca Nə yazsam sevgidən yazır, qələm sənin xatirinə. Rejissorlarımız səsləndirə bilərlər, əgər orada internetdə varsa. İnşallah varsa nə olar, verərdiniz də. Tapıb verə bilərsiniz onu. Fonda məsələn verə bilərlər, olsa tapsa. Ay sağ olun, tapacaqlar. Bizim rejissorlar maşallah əjdahadılar. Amma dedim qoy sizin öz səsiniz. Biz yenə bax sözümə qayıdıram ki, biz elə qüsurlarımızla, səhvlərimizlə insanıq. Yoxsa biz mələk olardıq. Siz gözəl insansınız. Amma bəlkə bizim səhvimiz ucbatından 100 minlərlə, milyonlarla tamaşaçılar ona tam arzı qaldılar. Bəli. O mahnıya tam arzı qaldılar. Burada udan kim oldu? Bizim uğurumuza sevinməyənlər. Sevinməyənlər. Mən bir də etiraf eləyim də. Mən özümü tuturam buradan Bətürə xanım Hüseynovaya. Keçən dəfə siz mənim qonağım oldunuz, amma mən kişiliyimə sıvışdırıb bunu demədim. Bətürə xanım, bu dəfə mən sizi boğacam. Niyə görə? Bir dənə sizin o internetdəki çıxışınız hər şeyi alt-üst elədi. Çünki insan elə dalaşanda da bir-birinə o körpünü yandırmamalıdır. Bax, Sahib müəllim ağzını açıb bir kəlmə, bir söz danışmadı. Heç vaxt. Amma buradan da sizə salamlar göndərdi və biz istəyirik ki, siz yenə də inşallah birlikdə çalışasınız və xalqın gözlədiyi o mahnını sizin ifanızda eşidək. Biz nə istəyirik? Sizdən çörək istəmirik, pul istəmirik, var istəmirik. Çünki xalqın qəlbin ələ aldınız o mahnı ilə və xalqı tam arzu qoydunuz. Ona görə də xahiş edirəm, birləşin, bu mahnını inşallah bir yerdə sizdən eşidək. Hələ bəlkə də məndən qabaqlayacaqlar, bilirəm, məndən qabaqda olan verilişlər, amma mən istəyərdim elə etirafda bir gələsiniz, bir yerdə oxuyasınız inşallah. Mən onu da özümə ustad bilirəm, çox dəyərli şəxsiyyət, gözəl musiqiçi Asif Kərimova, bizim prodüserimiz Asif Kərimova minnətdarlıq edirəm. Çünki Bətürə xanımla onlar, məni Bətürə xanımla Asif müəllim tanış edib. Onlar iş birliyinə. Asif müəllimi buradan salamlayırıq. Asif müəllim hamımız üçün də, özümü mən ustad bilirəm. Mənim indi də, məsələn, bu yaşımda da həmən nə oxuyuramsa, hamısını yollayıram ki, Kərimov, dinlə, gör qüsurlarım zadım filan varsa. O da o qulaq asır, peşəkar musiqiçidir, bəstəkardır. Deyir, filan yerdə bir boğaz artıqdır, onu eləmə. Mən həmən gedirəm yenidən onu, yəni Asif Kərimovun məsləhəti mənim üçün çox önəmlidir. Allah ona can sağlığı versin, sizə də. Uşaqlar, elə efirdə də göstərək, monitorda da verək. Geçsin də mahnı. Amma biz eşitmirik onu. Və niyə deyirsən ertədən, qabaqcadan hazır olanda dedə. Bax, belə ilham verir. Çox gözəl. Mən sizdən elə bunu da gözləyirdim. Başqa cür də ola bilməz. Valla. Bizim çıxıb bir-birimizin əleyhimizə danışmaq, bu heç xoş deyil. Xoş deyil. Yenə deyirəm, burada uduzan tamaşaçılar yaxşı mənada. Bəli, sizi sevənlər. Bizdən o da ötür. Amma udanlar bizi sevməyənlər. Bəli, sizin bir yerdə olmağınızı həzm eləməyənlər və bu mahnını eşidənlər. Çünki bu dəqiqə hal-hazırda bu mahnı ilə indi mən elə bilirdim bütün həmi səhnələri, həmi toy şənliklərin, hər bir şey. Mənə Allah Subhanahu taala elə bir enerji verib ki, mən yoxdan var eləməyi bacaran bir insanam. O ona məxsusdur. Bəli. O oxu tərzi, o ruh aləmi, o nəfəs, o
oxu postanovkası o xanıma məxsus. Mən sizdən xahiş edirəm. Daşı tökün ətəyinizdən. Bətürə xanım, eşidirsiniz məni, mənim əziz bacım. Sahib müəllim, dəyərli sənətkarımın, sizdən çox xahiş edirəm, çox sayılı tamaşaçıların adından. Sizə qurban, sən Allah birləşin, bu mahnını eşidək. Amanın günüdür, bu mahnını verməyin yad adamlara. Amma mən sahibin bilirəm. də incidiyi tərəflər olur. Bilirəm, bilirəm. Elə hallar olur ki, mən onu o xanıma rəva bilmirəm, nə də ona yaraşdırmıram. Bəzən... Bu efir barışıq efiridir. Bitti. Bilirsiniz, bizim bir düşmanımız olub. Bəli. Onu da başını əzmişik, Qarabağda da Ay yox. sağ olun, ay sağ olun. Sahib müəllimin ən böyüklüyü də onda oldu ki, Bətürə xanım danışdıqca Sahib müəllim sustu. Və bu Sahib müəllimin günahlığı deyil, günahın boynuna götürür, yox. Sahib müəllim öz kişiliyin bildirdi, öz şəxsiyyətini bildirdi. Təbii ki, mənim də səhvlərim, günahlarım olub. Hər şey etiraf edirsiniz. Əlbəttə, səhvim onda bəlkə də, o da yenə də yaşa bağlıdır. Məsələn, mən keçən düşündüyüm bir düşünmürəm. Bəli. O 5-6 il bundan qabaq, bəlkə də mənim o durub oxumamağım, bəlkə indi olmuş olsaydım, inciyən bir yerimdə olmuş olsaydı. Durub oxuyardım. Durub oxuyardım, heç belə bu qədər də. Baxın, Azərbaycan səhnəsində duet şəklində kimlər olubsa, bir belə sevilən, bir belə skandalı, bir belə davalı duet ortağı olmayıb. Bəli. Bir belə sevilən mahnı olmayıb. Bəli. Sizin elə orada durub oxumamağınız bəzi insanlarda qıcıq yarattı. Yaratdı. İndi bəlkə deyirəm, mən o indiki ağlınız indi də tam ağlım yoxdur. Yox, var. İndiki yaşım... Olsaydı onda durub oxuyardınız. Orada əgər yenə də inciyən bir yerim olmuşsa, təbii ki, mənim də inciyən yerim olub. Necə ki, xanımın inciyən yerim, mənim də inciyən yerim olub. Amma durub oxuyardınız. Durub tamam oxuyardım. Etiraf edirsiniz. Əlbəttə etiraf oxuyardım. O səhv eləmədi. Onun arasından neçə illər keçib. Bəli. İndi mən o sahib deyiləm axı. Artıq biraz yaşa dolmuş, biraz sakitləşmiş, biraz da təmkinləşmiş bir insanam. Artıq baba sahibsizsiz. Bəli. Sahib müəllim, verilişimiz sona çatır. Sahib müəllim, nə tez başa çatır. Neyniyək, bizə belə vaxt qoyulub, neyniyək. Maşallah, o qədər sizdən diyalogumuz gözəl alındı. Hər necə gəldi, nə qədər saatımızın var? Valla reklamsız 1 saat. Rovna 1 saat, dəqiq 1 saat. Yəni bunu indi nə bilim... Çox hörmətli rəhbərlikdən biz xahiş eləsək, biraz artırar bizə. İnşallah 10 dəqiqədə artıraq da nə olar, zəhmət olmasa. Söhbətimiz çox, mən bilmədim, nə danışdım, nə elədim, heç hardan gəldi, hara getdi, bilmədik. Rəhbərlikdən xahiş edirəm. Mənim adımdan xahiş edin, biraz uzatsınlar verilişi. Ay Allah, mən belə şey görməmişdim, mənə vuracaq. Sahib müəllim, mən sizi ona görə çox istəyirəm. Xalqımız da sizi ona görə çox istəyir ki, siz həmişə düzünə insansınız. Və siz bayaq bir şey dediniz, deyir, mən bilərəkdən kiməsə pislik eləmişəmsə, mənim və evlatlarımın qarşısına çıxsın. Bunu hər adam deyə bilməz. Bu həm almışdır, həm qarğışdır. Bəli, bunu mən bir verilişdə sizdən öncə, 2 il bundan öncə, 1 il, 2 il bundan öncə demişəm. Hamı da belə şoka düşdü ki, bu nə demək? Çünki həm alqışdır, həm qarğışdır da bu. Mən nə etmişəmsə, nə əməl törətmişəmsə, onu mənim Allah subhanətələ evlatlarımın qarşısına çıxarsın. Bunu da arzu edirəm. Rəhbəri vaxt verdi, narahat olmayın. Çox təşəkkür edirəm, çox hörmətli rəhbərlik, var olasınız. Çox dəyərlisiniz mənim üçün, çox dəyər verirsiniz. Ədalət müəllim, Elsevər müəllim, təşəkkür edirik sizə. Əzlərimiz, çox hörmətli ziyalarımız, Ədalət müəllim, Elsevər müəllim, çox dəyərlisiniz, dəyər verirsiniz, var olasınız. Siz mənim üçün çox dəyərlisiniz, çox əzizsiniz, var olasınız. Təşəkkür edirəm. MTV kanalı ümumiyyətlə mənim üçün çox doğma bir məkandır. Görürsünüz, canlı efirdə uzatdılar vaxtı, var olsun. Çünki heç mən özüm də bilmədim, nə danışdıq, nə dedik. Gözəl danışdınız. Çox maraqlı tərəf müqavilə olduq. İlham müəllim, doğrudan siz Azərbaycanımızın çox dəyərli aydınlarındansınız, çox hörmətli ziyalımızsınız. Təşəkkür edirəm sizə. Alim rütbəsinə çatmış bir dəyərli şəxsiyyətsiniz. Mən sizlə çox sonralar tanış olmuşam. Bəli. Amma təbii ki, mən neçə illərdir sizi efirdən izləmişəm. İndi siz baxın ki, mən bir dəfə sizə gəlib deməmişəm ki, mənim də istedadım olur. Mən də
müğənniyəm, filan yerdə işləyirəm, bax belə deməmişəm mən. Onu Çox maraqlıdır. yəqin ki, siz eşitmişsiniz Çox ki, mən maraqlıdır. bütün istedadı olanları o vaxtı mən əlindən Bəli, tutub getmişəm bəli. rəhbərliyin yanına, Tamamilə xahiş doğru. eləmişəm. Hamı da bilib ki, İlham Mirzəyev olan yerdə bir qəpik ola bilməz. Yəni istedadı olanlar da Mən yenə də deyirəm, bu bax, bu günlərdə. NTV-kanın rəhbərliyi, Ədalət müəllimə təşəkkür edirəm, Elsəvəm. Nə qədər bax, burada bizim yüzlərlə uşaqlar ələndi, gənclər, gənc istedadlar buradan pərvaz elədilər səhnələrə. Məsələn, bu təmənnasız. Bəli, Da bundan bəli. artıq nə eləməli? Amma bizim devrimizdə o deyildi. İndi maşallah sosial şəbəkələr var, efirlər istedadlı bir sosial şəbəkədə tam bir mahnı, yaxşı bir mahnı, xoşa gələn mahnı. Biz bu mahnını oxuduq Bəturə xanımla. Bunu verməyə yer axtarıb, tab verə bilmirdik. Aha. Heç kim bizi dəvət eləmir. mahnını. Və bu mahnını. Sağ olsun, bir Zaur Kamal məsələn bizə dəstək oldu. Bir də o vaxtları Xəzər televiziyasında Səxavət vardı, radioda o verdi. Bizim Səxavət. Bəli, bəli, mən onu... Sağ olsunlar, həmkarlarımızdır. Bəli, bəli, onlar bizə dəstək oldu. Çox Sizə sağ bir olsun. söz deyim. Başqa Bəli. efirlərdə, başqa kanallarda, başqa aparıcıların adı çəkiləndə qoymurlar, kəsirlər. Amma mən Niyə? yox. Mən, Niyə? bilirsiniz, bütün aparıcılara mənim hörmətim var. Bütün aparıcılar hamısı Azərbaycan mədəniyyətinə və incəsənətə xidmət edirlər. Sevimli İlham mən, biz Bəli. burada etrafa oturmuşduq. Bəli. Mən etiraf eləmək, mən deyirəm ki, Bəli, neçə illər bundan öncə Teymur Əmrah məni getdi. bəli. O vaxtları Haqqı- ATV haqqı kanalına danışırsınız, dedi, bəli. rəhbərliyə dedi ki, indiki yox. O keçmiş vaxtı. komandaya ki. Bəli. Bəs bu istedadlı adamdır, bu dəyərli sənətkar, niyə buna bir-iki verilişdə? O bir-iki verilişi mən Teymur müəllimin etdiyi o yaxşılığı günü bugün və Unutmasın. qəbr evinəcəndə unutmayacağam. Allah köməyiniz olsun. Sizin Və də mənə, Teymurun və da. mənə kim dayaq olubsa, məsələn, Elsəvər müəllim o vaxtları bu idman kanalında çalışırdı, məni çağırmırdılar. Bilmirəm, çox maraqlı olub ki, nəsə həmişə mənə qarşı bu övgöylük olub. Bilmirəm, bu mənim xarakterimlə irəli gəlir, xasiyyətimlə. Mən insanı əgər sevirəmsə, ona salam mələkimi elə verirəm ki, o salam mələkini anlamalıdır ki, mən onu sevərəkdən verirəm. Bəli, bəli. Mən bugünkü İlham Mirzəyevə bu kresloda oturub Sahib İbrahimovla diyalog aparan, efirə çağıran İlham Mirzəyev ki, siz bugün buradasınız, Allah uzun ömür versin, 10 ildən, 5 ildən sonra siz harada olacaq bilinmir. Ay, öyle Mən o deyirəm, adamlardan ki, bəli. mən mövqe üçün salam vermirəm. Bilirəm Amma onu. müəyyən aparıcılar, müəyyən televiziya işçiləri var ki, xoşlayırlar ki, bunlara yaltaqlıq eləsən, Bəli. yalaqlıq edəsən, çıxandan sonra da sənin telefonuna cavab verəcək, nə sənin salamını Bəli, götürəcək, bəli, nə bəli. sən bir xahiş edəndə get filan yerdə oxu, nə getməyəcək. Bəli. Bax, mən o insanlardanam ki, mənə olunan yaxşılığı mən qəbr evinəcəm, unutmaram. Allah da sizi Unutmuram da. unutmasın. Hansı bürcdənsiz siz? Mən şir bürcü itili. Ay dədəm, vay dədəm, vay şir bürcüdür də. Bu adamda yalaq yaltaqlıq yox. Qəti surətdə. Əyilməzlik yox. Mərd sözü üzə deyər. Ondan sonra quyu qazmayan, ondan sonra necə deyim, heç kimə... Arxada danışmayan. Arxada danışmayan, sözü də düz üzə deyər. Bu şirlərin əlindən zara gəlmişik, qardaş, qurban olum Bu aslanın əlindən zara gəlmişik. Doğrudan da şirlər şirdir. Həqiqətən. Mən arzu edərdim ki, inşallah gələn efirimizin birində Allahın köməkliyi ilə inşallah etiraf verilişin belə tərsəmayallaq eləyək, belə Bəturə xanımdan siz gələsiniz bura, 200 oturasınız, etiraflar eləyəsiniz və o mahnı da, o necə əfsanə, şidevr mahnı canlansın. Hələ söz vermirəm. Amma bilirəm, məndən qabağa düşəcəklər. Yox, əgər elə bir şey olmuş olsa sizin verilişdə olacaq, narahat olma. Buna mən Söz verdiniz də? Söz. İnşallah. Söz, sözünü bilən, yerini yatağını bilən üçün namus deməkdir. Bəli. Söz namusdur. Mən heç kimə heç vaxt yalançı bəddər verməmişəm. Aha. Hə deyirəmsə, o ən çətin bir məqam da, zaman da olmuş olsa, o həyəni mən çalışıram yerinə yetirim. Orada mən maddi, mənəvi əziyyət çəksəm də o həyəni verir. Amma hər an mən hə vermirəm. Mən inanıram sizə. Çünki mənim Şir Bürcü 6-da doğulan həmi xanım dostlarım var, həmi bəy dostlarım var. İnanın ki, onlar öz dediklərindən dönmürlər. Allah onların Şir Bürcü 6-da doğulanların bu il onlara çox uğurlar gətirsin. Düşərli il olsun. Hamımız üçün. Amma mən bilirəm də, mənim xasiyyətimə uyğun hansılardır da. Düzdür, şirlər gec ram olurlar, amma onlar bağlandığı insanları... Amma mən axı həm də itiliyəm axı. Bəli, sədaqətli.
şir yazıqla itlə şirin arası şir mərddir. Bu yazıq it ki var. Bu elə yazıqdır. Bax, mən qırğındayam. Bax, onlar itlə şirin arasında qalmışam. Gəl 3 yaşında bir dənə bir körpə uşaq oluram, gəl 100 yaşında müdrik oluram. Bəli. Bax, o ən çətin durumlara düşdüyüm, aldandığım bir çətin duruma, bax, o 3 yaşındakı uşaq, bax, o məni it qoymur. Bəli, it qoymur. Məni şir məni yazıq, dağ başına bu it məni sürür, sağır aşağı. Canım Sayın müəllim, Sayın müəllim, Ha, canım. mən sizə təşəkkür Çox edirəm. sağ olun, mən sizə Gəldiyiniz üçün. Allah sizi, ailənizi, Cümləmiz. balalarınızı, nəvələrinizi qorusun. Cümlə Və Allah balalarını, sizi elimizin, obamızdan, səhnəmizdən, ondan sonra elimizin, obamızın şənliyindən əski İnşallah. olmayasınız. Sizin O əzlərinizin- tələbələrinizə sizi çox görməsin. Mən arzu edirəm ki, siz bir dəfə də bura gələsiniz öz tələbələrinizlə. Böyük məmnuniyyətlə, sevə-sevə və məktəbi bitirmiş bizim tələbələrimiz var. Mən hər kəsə, hamıya huzurlu olmağı arzu edirəm. Amin. Allah Subhanahu taala hər kəsin malına bərəkət versin. Amin. Onu arzu edirəm. Amin. Amin. Mən hər bir kəsə sağlıq ömür arzu edirəm böyük Rəbbimizdən. Ən önəmlisi huzur arzu edirəm. Amin. Amin. Mən sevgi dolu bir insanam. Mənim Bilirəm. içimdə xainlik, həsəd, belə bir şey olmayıb. Çünki Həzrət Əli radiyallahu anh buyurur ki, paxıllıq çox gözəl bir xəstəlikdir. Ətrafındakılara yoluxmaz, amma yiyəsini öz sahibini məhv edir içindən. Çünki mən hamının sevincinə sevinib, kədərinə kədərlənən bir insanam. Kimisə sevincinə kədərlənən bir insan deyiləm. Allah Bu mənim genimdən, genetikamdan gəlir. Bu mənim tərbiyəmdən, bu mənə verilən bizə belə öyrədiblər ki, biz heç vaxt yalan danışmamışıq. Bəli. Çünki kökdə əgər insanın tərbiyəsində Amma bu varsa... mən yalanı, o müqəddəs yalanları mən nə vaxt danışmışam? İlham müəllimin kimlənsə bir problemi olubsa, demişəm, yox, İlham müəllim elə deməyib. Bəli. Halbuki deyib, məsələn, sizi istinad edirəm. Yəni qal yatızdırmışsınız. Mən mütləq. Bəli. Mən sülh adamıyam. Allah sizi həmişə bu mövqeyinizdən döndərməsin və inanıram ki, inşallah gələcəkdə sizə bütün uğurları arzulayıram. Amin inşallah. Və bütün ürəyinizdə olan arzulara çatasınız. Nəvələrinizin toyunda sındıra-sındıra oynayaq inşallah. İnşallah hamımız. Siz də gəldiniz, mənim anamın 75 illik yubileyində iştirak elədiniz. Həcxanın əllərindən gözlənən öpürəm, bizim anamızdır. Allah razı olsun. Mən sizə can sağlığı arzu edirəm. Allah sizin də ailənizi, evlatlarınızı xoşbəxt bəxtlər, cümlə evlatları. Amin. Məsələn, artıq bax bu MTV kanalına bizim işğaldan azad olan torpaqlarımızda, Azərbaycanımızın üzük qaşı olan Qarabağımızda, Xankəndimizdə, Şuşamızda, bütün işğaldan azad olan bizim can Qarabağımızdan tamaşa edirlər. Səngərdə bizi qoruyan igid oğullarımızı, zabitlərimizi, əskərlərimizi canı gönüldən salamlayırıq. Allah sizlərə yar olsun bizim igid oğullarımız, igid ərlərimiz. Yağı düşmən qarşısında o səngərlərdə bizi qoruyursunuz. Var olasınız. Amin. Çox şükürlər. Sonda bizim xahişimizlə, tamaşaçılarımızın xahişimlə Mirzə Canzadə. Böyük məmnun, yox, Mirzə Canzadə yox. Aşıq havası Mirzə Canzadə. Böyük Dayaq kino filmində Bülbül ləhcəli Əkbər Cafarovun ifa elədiyi Aşıq havası Mirzə Canı ilə bu gözəl gecəmizə bir sonluq verir. Bəli, bu gəlir. Mən də deyirəm, əziz tamaşaçılarımız, sağ olun, sağlıqla qalın. Allah sizə gözəl günlər nəsib eləsin. Və nə yaxşı ki, bizim izləyicilərimiz var və nə yaxşı ki, bu günləri bizim belə sənətkarlarımız var. Sayın mənim, təşəkkür edirəm. Verilişin uzanmasına görə də çox hörmətli Ədalət müəllimə, Esər müəllimə sonsuz təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik ki, verilişə gəldiyiniz üçün, maraqlı açıqlamalar verdiyiniz üçün. Əzizlərim, sağ olun, sağlıqla qalın. Allah'a emanet olun. Gələk həftə görüşərik inşallah.